Zeynəb Xanlarovadır. Cümhuriyyətin yaradıcılarından biri kimi yadıma gəlir. Abi. Vay da vay. Xumar Qədimova dəyirdi. Mən Azərbaycan haqqında məlumatım bu qədər az olduğunu bilmirdim. Onu tanımamaq olar. Bu şəxslər kimdir? Bəlkə də çoxunuz görən kimi tanıdınız. Əgər tanıdınızsa rəylərdə yazmağı unutmayın. Görək sakinlər necə, tanıyacaqlarmı? Vay hatta yadıma çıxdı. Bu xanımın İntizar, Sən yadıma düşəndə kimi mahnıları var. Abi. Vay da vay. Bir şey değil. Adı yadıma çıxdı. Allah rahmet eylesin. Bu Zeynəb Xanlarovadır. Şövkət Ələkbərovaya da oxşadıram. İntizar mahnısı var. Bunlar oradan tapacaq. Bu şəxsi tanıyırsınız? Əslində tanıyıram, prosto yadımdan çıxıb indi. Bir tarixi şəxsiyyətdir. Hətta Türkmənçay müqaviləsində də iştirak edir. Bilirəm, tanıyıram, amma prosto indi şeydir. Adı yadıma gəlmir. Qüdsi təxəllüsündən və hətta Gülüstan İrəm əsərini yazıb. Yox, ağlıma gəlmədi. Sizcə bu kimdir? Tanımıram. Güzel mahnısını yazan dəyirdi. Bəli, İntizar dedinizsə yəqin ki, bu müğənnini tanıyarsınız. Xumar Qədimova dəyirdi. Adını baş hərfini versin. Elmira, soyadı yadımda deyil. Soyadında ilk hərfi R ilə başlayır. Elmira Rızazadə. Mirzə Babayev desəm, yox o deyil. Rüstəm desəm, o da deyil. Xanım Pas. Bu şəxs Azərbaycan Respublikası Cümhuriyyətin yaradıcılarından biri kimi yadıma gəlir. Səhv eləmirəmsə, Əbdürrəhman bəy Haqverdiyev ola bilər, yox o deyil. Biraz keçmişə gedək. Lap keçmişə geçsək, bu Çar dövründə olmalıdır böyük ehtimalla. Çünki geyimindən bəllidir. Hop-hopnaməni yazan şəxs yox, o faydat yoxdur. Bəli, bu səhv Rübabə Muradova da ola bilər. Yox, bu ora deyil, bu dəqiq olaraq bu ora deyil. Rübabə Muradovaya oxşadıram nədənsə. Xeyr, Rübabə Muradova deyil, amma onun dövründə yaşamış bir məşhur müğənnilərimizdən biridir və hətta İntizar, Sən yadıma düşəndə mahnıları var. İntizar mahnısını bəli, onu bilirəm. Hətta əzbər indi o mahnı dilimdədir. Deyə bilərsiniz bir neçə bir. İntizarımsan yar gəl elə bir şeydir. Sadəcə olaraq İntizar kim oxuyurdu? Baş hərfini desəz 100% deyərəm. Baş hərfin deyə E ilə başlayır. Elmira İskəndərov, yox o deyil. Elmira Adı düz demisiniz. adı düz demişəm, Elmiradır, amma soyadı Aktördür. Bəli. Mehman kinosunda qanun namına. Adı adından qalmıyor. Bu aktyorumuzun adı Adil İskəndərov. Adı İskəndərov, ay sağ olun. Allah cəmiyyəti tanıdır. İkinci şəxs. Sonra Bakıxanovdur. Şəkilə baxan kimi tanıdınız. Müğənni də Elmira Rəhimova. Özü müğənnidir, retro mahnıları var. Azərbaycan düz bilirəmsə xalq artistidir. Amma adı yadımda deyil. İntizar, Sən yadıma düşəndə kimi mahnıları var. Yox. Bəs siz necə mahnılara qulaq asırsınız? Əsasən Epidir, Urandır. Bu şəxs isə aktyordur. Sizcə kimdir? Mən Azərbaycan haqqında məlumatım bu qədər az olduğunu bilmirdim. Sonuncu olaraq bu tarixi şəxsiyyətimiz haqqında. Rüstəm müqaviləsində imzalayan. Adı nə idi? Bakılı idi, əslən Bakılı idi, Xanoğlu. Bəli. Adamdan çıxdı. Elə adının sonunda da elə Bakı sözü keçir. Bakıxanov. Bakıxanov. Abbasqulu ağa Bakıxanov. Bir dəqiqə. Görən kimi tanıdınız. Bəli, bu şəxsi mən çox sevirəm. Həm də böyük İslam alimidir deyə bilərəm. Mədinədə vəfat edibdi. Həm də hərbi rütbəsi də var. Bir çox şərq dillərini də bilibdi. Ona görə bu şəxsi çox sevirəm. Bəs əsərlərindən və yaxud da hansısa müqavilədə olduğunu? Azərbaycan tarixşünaslığının əsasını qoyur. Azərbaycan ədəbiyyatında ilk ensiklopedik şəxsiyyətdir. Bir çox elmlərə sahib olubdu. Astronomiya, din, tarix, coğrafiya, başqa sahələrdə elmi əsərlər yazıbdı. Qüdsi təxəllüsü ilə şeirlər yazıbdı, farsça və azərbaycanca. Bu siması tanış gəldi. Ancaq yəni adı yadıma düşmədi. Bu xanımın Sən yadıma düşəndə İntizar kimi mahnıları var. Belə yadıma düşməyəcək, kim olduğu yadıma düşməyəcək. Bu isə sonuncu şəxsdir, bir aktyordur. Aktyordur. Bu da siması tanışdı, ancaq yenə xatırlamadım. Səhv eləmirəmsə Abbasqulu ağa Bakıxanova oxşatdım. Zeynəb xanımdır, səhv etmirəmsə. Aktyorun xatırlamıram. İndi hal-hazırda yaşayır yoxsa? Xeyr, hal-hazırda xeyr. Bu ilk xanım kimdir?
Elmirə Rəhimova. Onu tanımamaq olar. Yazıq indi xəstədir, yatır yazıq. Bəs necə mahnılarından nəsə bilirsiniz? Səadət, səadət. Gözlərə səni Yaşar Səfərovla oxuyurdu. Çox qəşəng mahnı idi. O mahnı da Ramiz Mirişliyev mahnısı idi. Adil İskandarov ən yaxşı aktyor, ondan sonra kino rejissoru deyəsən. Bəli, Həm də kino rejissoru Adil İskandarov. Bəs bu şəxs kimdir sizcə? Fətəli Xankoyski. Xeyr. Abbasqulu Ağabakıxanov. Yox, tanımıyorum. Bu xanımı tanıyırsınız? Yox, tanıya bilmirəm. Günü olar, gündüz olar, gündüz olar. Gündüz olar, şəfəq. Əgər düz dünya. Bir dünyam qovuşar, dünyam qovuşar, sevinç dolu düz dünyam. Bəli, kimdir bu sizcə? Şövkət Əkbərova. Xeyr. Kimi? Tanımıyorum. Soyadını sən de. Rəhimova. Kim Rəhimova? Tanımıyorum. Təəssüflər olsun ki, bu dəyərli şəxslərimizi tanıyanlar az oldu. Onlar bizim tariximiz, milli mənəvi dəyərlərimizdir. Gəlin unutmayaq və unutturmayaq. Sonrakı mövzumuz nə olsun? Şərhlərdə yazmağı unutmayın və kanalımıza abunə olun.